Başlayalım. Mələkşarlar mövzusundan sonra şahidlər, mövzumuz Cənub xanlıqları və Azərbaycanda yaranmış digər xanlıqlar. Bizdə ki, Şərqin son Fatihi Nadir Şahın ölümü ilə 1747-ci ildə Əfşarlar dövləti dağıldı, süqut elədi. Bununla da Azərbaycan ərazisində yeni bir dövrün başlanğıcı başlayır. Bu, xanlıqlar dövrü olaraq tanınan bir dövrümüzdür. Azərbaycan tarixində 9-11-ci əsrlərlə oxşar olaraq götürdüyümüz dövrdür bu dövr. Yəni, feodal dağınıqlıq dövrü sayılır. 9-11-ci əsr və 18-ci əsr Azərbaycanda feodal dağınıqlıq və ya siyasi dağınıqlıq olaraq da yadımızda qalır. İndi baxaq görək bu dövrün xüsusiyyətlərindən bizə nələr verilir, nə öyrənəcəyik. Deməli, 18-ci əsrin ortalarında 1747-ci ildən etibarən 19-cu əsrin birinci rübü. Birinci rüb bilirsiniz ki, 25 deməkdir, yəni ilk 25-ci ilə qədər davam edən dövrdür. Feodal dağınıqlıq dövrü adlanırdı Azərbaycan tarixində. 9-11-ci əsrlərin oxşar cəhəti burada da bizə qeyd eləmişdir. Əsas səbəbi feodallar arasında mübarizə, daxili çəkişmənin mövcud olması. Nadir Şahın ölümündən sonra isə Azərbaycan ərazisi bölünür xanlıqlar, sultanlıqlar, məliklik və cəmaatlığa parçalanmış vəziyyətdədir. Bunların adlarını əzbər dəqiqə bilməyə ehtiyac yoxdur. İndi sırası ilə yeri gəldikcə hamısının adını çəkəcəyik. Meydana gələn xanlıqların səbəblərini soruşur. Xanlıqların meydana gəlmə səbəbləri. Azərbaycanda vilayətlər arası iqtisadi əlaqənin zəif olması, natural təsərrüfatın hökmranlığı. Biz bu natural təsərrüfat məsələsini xatırlayırsa, Böyük Karl İmperiyasında da demişdik. Frank İmperiyasının parçalanmasından sonra da eyni şey demişdik. Müxtəlif ölçü çəki pul sistemlərinin mövcud olması hər xanlığın özünə aid olan tətbiq etdiyi qaydalar var idi. Feodalların müstəqil can atması, bunu xanlıqların birləşə bilməməsində geniş şəkildə izahını vermişdik ki, xanlıqlar vahid dövlət şəklində birləşə bilmədilər. Feodal pərakəndəliyi, mərkəzi hakimiyyətin zəif olması bu dövrdə əsas səbəblərimiz sırasında gedir. Baxaq, növbəti səhifəmizə keçirik. Urmiya xanlığı. Urmiya xanlığı şahidlər Fətəli xan Əfşar tərəfindən əsası qoymuşdur 1747-ci ildə. Nadir Şahın ölümündən sonra Fətəli xan Əfşar, Nadirin qohumu idi, onun tərəfindən yaranmışdı. Xanlığın mərkəzi əvvəlcə Urmiya, sonra Təbriz şəhəri olmuşdu. Fətəli xan Əfşar neynədi? Deməli, ilk öncə Azad xanla ittifaqa girmişdi. Nadirin qoşun rəhbərlərindən biri, sərkərdəsi idi. Və Xoy xanı Şahbaz xan özünə tərəf çəkmişdi. Müttəfiq edilər bunlar. Xoy xan daha sonra isə Fətəli xana qarşı xəyanət eləyəcək və Kərim xan zərdlə ittifaq quracaq. Azərbaycanda birləşmək uğrunda mübarizə aparan xanlıqlardan biri olmuşdu Urmiyalı Fətəli xan. Təbriz, Xoy, Qaradağ, Marğa, Sərab xanlıqlarını özünə əksər xanlıqları özünə birləşdirmişdi. Amma Azərbaycanda Nadirdən sonra, ümumiyyətlə, Əfşarlar dövləti, keçmiş Əfşarlar arasında Nadir Şahdan sonra mübarizə aparan tək bir şəxs deyildi. Onun rəqibləri vardı. Kərim xan Zənd Şiraz hakimidir bu adam. Şiraz hakimi. Məhəmməd Həsən xan Qacar isə Astrabad hakimi idi. Bu şəkildə mübarizə aparırlar. Keçmiş Əfşarlar dövlətinin ərazisini birləşdirmək uğrunda mübarizə aparırlar. Astrabadlı Məhəmməd Həsən xan Qacar Qarabağa yürüş elədi 1757-ci ildə. 1757 Qarabağ mövzusunda xanlığında. Bunun haqqında ətraflı danışacaq. Amma az sonra xəbər aldı ki, Kərim xan Zənd onun ərazisinə yürüş eləyibdi. Ona görə də geri qayıtmalı oldu. Yəni Qarabağda uğur əldə edə bilməli, geri qayıtdı. Geri qayıdarkən Cənub xanlıqlarından Urmiya xanlığında özünə tabe etmişdi. Çünki daha əvvəl Cənub xanlığı əksəriyyətini özünə birləşdirmişdi. Urmiyanı da özünə tabe etdi, qayıtdı.
Geri qayıdarkən yolda sui-qəsd nəticəsində öldürülür. Onun ölümündən sonra artıq nə oldu? Məmmədşah xan Qacar sıradan çıxdı. Qaldı kim? Kərim xan Zənddən Urmiyalı Fətəli xan Əfşar qaldı. Bunlar bir-birinə mübarizə aparırlar. Urmiyalı Fətəli xan Əfşar. Deməli, Kərim xan Zənd Əfşar arasında mübarizə. Deməli, Fətəli xan Əfşar Qacarın ölümündən sonra müstəqilliğini bərpa elədi və Cənub xanlıqlarında yenidən öz üstünlüyünü bərpa etdi. 1159-cu ildə Qarabağa yürüş elədi Urmiya Fətəli xan Əfşar və bu zaman ona Məliklər də kömək edir. Məliklər haqqında danışır. Qarabağa hücum nəticəsində bir neçə aylıq mühasirədən sonra Qarabağ xanlığını özünə tabe etdi. Pənahəl xan İbrahim Xəlil xanı oğlu İbrahim Xəlil xan girov verməklə şəhəri mühasirədən azad etmiş oldu və Qarabağ xanlığı daxil olur kimin tərkibinə? Urmiya xanlığında asılı vəziyyətə düşmüş oldu. Asılılığı qəbul etdi. Az sonra İrəvan və Şəki xanlığı da Urmiyadan asılı vəziyyətə düşmüş oldu. Testlərimizdə qarşımıza çıxacaq, yazır ki, Urmiya xanlığına tabe olan şimal xanlıqlarımız, yəni Arazdan yuxarıda olan şimal xanlıqlarımız, Qarabağ, İrəvan və Şəki xanlıqları Urmiyaya tabe edilmişdir. Kərim xan Zəndlə Fətəli xan Əfşar arasında mübarizə davam edir. Kərim xan Zənd yürüşlərində uğur qazana bilmədiyi üçün başladı xanlıqlar arası çəkişmələrdən istifadə etməyə və Azərbaycan xanlıqları arasında daxili çəkişmələrdən istifadə etdi. Onları özünə tərəf çəkərək ittifaq qurmuşdu. 1161-ci ildə növbəti yürüşündə Qaraçəmən yaxınlığında döyüşdə üstünlük Fətəli xanda olmasına baxmayaraq, Kərim xan daha sonra onun müttəfiqi Xoylu Şahbaz xanı özünə tərəf çəkdi və onunla ittifaq edirdi. Nəticədə Xoy xanın xəyanəti nəticəsində Fətəli xan məğlub oldu və Urmiya qalasına geri çəkilməli oldu. Bundan sonra Kərim xan digər narazı xanları da özünə tərəf çəkdi. Bunlardan kim var idi? Qarabağ xanı Pənahəli xan var idi, Xoy xanı var idi və digər xanlıqlar. Özünə tərəf çəkdi. Nəticədə 1162-də Marğa şəhərini tutduqdan sonra Urmiya şəhəri mühasirəyə alındı və 63-cü ildə Urmiya qalası Kərim xan Zənd tərəfindən ələ keçirildi. (1163-cü ildə Urmiya Kərim xan Zənd tərəfindən tutuldu. Bundan sonra Kərim xan Zənd bu xanlıqları özünə tabe etmək məqsədi daşıyırdı. İstəyi bu idi və buna görə də bir bəhanə atdı ortaya. Dedi ki, sizi aparıram qonaqlığa. Hara? Şiraz şəhərinə. 1163-cü ildə Şirazda keçiriləcək olan qonaqlıqda, şənlikdə iştirak etmək üçün o xanları özünə apardı. Hansı xanlar idi? Naxçıvan xanı Hacı xan vardı. Şahbaz xan vardı, Xoy xanı. Sərəb xanlığı Əli xan. Qarabağ xanı Pənahəli xan. Qaradağ hakimi isə Kazım xan. Bunun haqqında biraz sonra danışacağıq. Fətəli xan üzərində qələbəni qeyd etmək üçün getdilər. Amma burada məqsədi bu ki, o xanlıqları öz yerlərinə ayrı salsın və onları özünə tabe etsin. Amma buna çox da nail ola bilmədi. Ciddi bir nəticə əldə edə bilmədi. Fətəli xan üzərində qələbədən sonra Kərim xan Zənd öz hakimiyyətini Azərbaycanın cənubuna doğru yaymışdı. Urmiya xanlığı zəiflədi və ondan asılı olan xanlıqlar hamısı müstəqilliyini bərpa eləmiş oldu. Xoy xanlığı. Sizi çaşdırmaq üçün belə bir şey verə bilər ki, 1163-cü ildə Kərim xan Zənd qalib gəldikdən sonra Urmiya xanlığı ləğv edildi. Xanlıq ləğv edildi. Belə bir şeydirsə, yəni səhv götürərsiniz, yanlışdır. Sadəcə zəiflədi və əvvəlki gücünü itirdi. Xoy xanlığı Şahbaz xan tərəfindən yaranmışdı. Deməli, buradan biraz əvvəl dediyimiz məsələləri təkrarlayırıq. Kərim xan Zəndlə müttəfiq olmuşdu. Ondan əvvəl isə Urmiya Fətəli xanla dost olmuşdu. Sonra ona xəyanət eləmişdi. Şiraz qonaq aparılmışdı və orada da vəfat etmişdi. Ondan sonra Əhməd xan gəlmişdi hakimiyyətə.
Əhməd xanın dövründə isə xanlıq daha da gücləndi. Kartli Kaxeti çarlığı ilə diplomatik münasibətlər saxlamışdı. Bunu testlər işləyəni görəcəksiniz bu cümləni. Bir müddət İrəvan, Naxçıvan, Qaradağ və Təbriz xanlıqlarını asılı vəziyyətə salmışdı. Amma daha sonra bu xanlığın güclənməsi qonşu xanlıqları narahat eləmişdi. Və Əhməd xanla qardaşı oğlu arasında mübarizənin başlaması nəticəsində xanlıq daxilən zəiflədi. Urmiya xanlığından sonra Cənubi Azərbaycanda ən güclü xanlıq olmuşdu, Xoy xanlığı. Əhməd xandan sonra da daxil çəkmələr xanlığı zəiflətdi və Qacarların asıla düşdü. Bunu demək olar bütün xanlıqlarımız üçün ifadə edəcəksizdir. Təbriz xanlığı Əmiraslan xan tərəfindən əsaslı qoymuşdu. Biraz əvvəl bunu demişdik sizə. 3-cü Sam Mirzə üsyanını yatırtmışdı 1747-də. İrəvan hakimi idi özü. Və gəldi burada nə elədi? Üsyan yatırtdıqdan sonra müstəqil dövlət qurdu, yəni Təbriz xanlığını qurmuşdu. Ərdəbil və Qaradağ xanlığını özünə tabe etdi. Şimal xanlıqlarını tabe etmək cəhdi uğursuz olmuşdu. Bu da testdə var bu sual. Diqqətli olacaqsınız test işləyəndə. Urmiya xanlığından asılı vəziyyətə düşmüşdür. Burada qeyd etdiyi kimi Fətəli xanın ölümündən sonra Təbriz xanlığı yenidən öz müstəqilliyini bərpa eləmişdi. Ərdəbil xanlığı Şahsevən tayfasından olan Bədir xan tərəfindən əsası qoyulmuşdu. Sonra 1784-cü Quba xanlığının yürüşünə məruz qalmışdı. Fətəli xan tərəfindən tutulmuşdu, amma sonradan o buradan Rusiya narazılığına görə geri qayıtdı. Bunu Quba xanlığında geniş deyəcəyik sizə. Qaradağ xanlığı Kazım xan tərəfindən yaranmışdı. Mərkəzi Əhər şəhəri olmuşdu. Urmiya və Qarabağda asılı halda olmuş və ilk süqut edən xanlığımızda 1782-ci ildə Xoy və Qarabağ xanlığı olmuşdu. Təkrar edirəm, ilk süqut edən xanlığımızdır Qaradağ xanlığı. Diqqətli olun, Qarabağ yox, Qaradağ xanlığı. Qaradağ cənub xanlığımızdır, Qarabağ şimal xanlığımızdır. Deməli, Maku xanlığı Çuxursəd bəylərbəyliyin tərkibində olmuşdu. Oradan Maku, İrəvan, Naxçıvan həmin bəylərbəyliyin tərkibində olan xanlıqlardandır. Bayat tayfası tərəfindən Əhməd xan tərəfindən əsası qoyulmuşdu. Sərab xanlığı Əli xan Şəqaqi tərəfindən yaradılmış xanlıqdır. Sadıq xan dövründə daha da güclənmişdi. Marağa xanlığı Müqəddəm tayfasından olan Əli Qulu xan tərəfindən əsası qoyulmuşdu. Zəncan xanlığı da yenə də Əfşar tayfası tərəfindən olan Zülfiqar xan tərəfindən əsası qoyulmuşdu. Deməli, Əfşar tayfası tərəfindən idarə olunan xanlıqlar testlərdə bizə soruşur. Təbriz, Urmiya, Zəncan. Bunlar cənub xanlıqlarımızdır. Şimalda isə İrəvan xanlığıdır. Əfşar tayfası tərəfindən əsası qoyulmuşdur. Təkrarlayırıq. Cənubda Təbriz, Əmiraslan xan, Urmiya, Fətəli xan, Əfşar, Zəncan isə gördüyümüz kimi Zülfiqar xan tərəfindən əsası qoyulmuşdur. Adına ehtiyac yoxdur, əzbərləmə, tayfanı bilin. Şimal xanlıqlarımızdan isə İrəvan xanlığı Əfşar tayfası tərəfindən əsası qoyulan xanlıqlarımızdandır şagirdlər. Bunları da formada yadımızda saxlamağa çalışırıq. Xanlıqlarımızın xəritəsi, bunlara diqqətlə baxırıq. Deməli, Dərbənd, Quba, Bakı, Şamaxı, Şəki xanlıqlar olaraq, sonra Gəncə, Qarabağ, İrəvan, Naxçıvan və Lənkəran xanlıqları əsasən şimalda olan əsas xanlıqlarımızdır. Cənub xanlıqlarımıza yenə də Urmiya gölünə görə tapacağıq. Urmiyanın aşağıdan solunda, cənub-qərbində Urmiya xanlığı, yuxarıdan solunda Xoy xanlığı var. Vacib olan xanlıqları. Urmiyanın dərhal sağında Təbrizdir. Təbrizdən sonra isə gördüyümüz burada Ərdəbildir. İkisinin arasında Sərəb xanlığı var. Burada isə Qarabağla Qaradağ sərhəddi Araz çayına görə görürsünüz. Qaradağ xanlığı və bu da Qarabağ. Qaradağ xanlığı necə yadda saxladıq? Qaradağ xanlığı 1782-də ləğv edilərək parçalanmış ilk xanlığımızdır. Qaradağ xanlığı.
Şəhidlər Şəki xanlığına baxırıq. Azərbaycanın şimalında olan ən güclü xanlıqlarımızdan biridir Şəki xanlığı. Hacı Çələbi xan tərəfindən yaranmışdı. Daha əvvəl demişdik bunu. Nadirin hələ sağlığında 1143-cü ildə əsası qoyulmuşdu Hacı Çələbi xan tərəfindən. Bu məsələləri bilirsiniz, ona görə təkrarlamıram burada. 47-də yenidən müstəqillik bərpa elədi Hacı Çələbinin ölümündən sonra. Azərbaycanda birləşdirmə siyasəti aparan xanlıqlarımızdan biri olmuşdu. Bu məqsədlə ilk dəfə olaraq 47-ci ildə Hacı Çələbi, yəni Şəki xanlığı ilk birləşdirən ərazilərimiz Qəbələ, Qutqaşın və Ərəş sultanlıqlarıdır. Daha sonra Təbrizə yürüş eləyib. Birincisi Təbriz Azərbaycanın ən böyük şəhəridir. Ona sahib olmaq, bütün Azərbaycana sahib olmaq belə bir ifadə var idi əvvəlki dövrlərdə. Təbrizə yürüş elədi. Təbriz, bəli, qədimdən bəri ən böyük şəhərimiz olması idi. Təbriz sahib olmaq, bütün Azərbaycana sahib olmaq sayılırdı. Amma nəticə uğursuz olmuşdu. Bayat savaşı yeni formalaşmaqda olan, yeni yaranmaqda olan Qarabağ xanlığının güclənməsini istəmək üçün 48-ci ildə Şəki və Şamaxı xanlıqları birləşərək Qarabağa hücum eləyir. Şəki və Şamaxı xanlıqları ilə bərabər Şamaxı xanlığı bir yerdə 1148-ci ildə və tarixdə Bayat savaşı adlanan hadisə Bayat qalası yaxınında baş vermiş bu döyüşün nəticəsində Şəki və Şamaxı xanlarının birləşmiş qüvvələri məğlub oldu, geri qayıtdı. Bunun Qarabağ üçün əhəmiyyəti nə oldu? Qarabağ xanlığının müstəqilliyinin möhkəmlənməsi daha da genişləndi. O möhkəmlənməsi daha da təsbit olmuş, öz yerini tapmış oldu. Baxaq şəhidlər 1751-ci il. Məsələ nədir? Kartli Kaxetiya çarlığı Azərbaycanın Carbalaçan zonasına yürüş edir. Carbalaçan indiki Şəki-Zaqatala bölgəsi, Şəkidən yuxarı Qax-Zaqatala bölgəsi. Ora yürüş edir 1151-ci ildə, amma bu zaman Hacı Çələbi Gürcülərin yürüşünü dəf etdi və onları Carbalaçan ərazisindən qovdu, çıxartdı. Bunun nəticəsində Azərbaycanın şimal-qərb torpaqları, həmin ərazilər, Carbalaçan zonası Şəkidən asılı vəzi düşdü. Testdən sizə belə verir, sizə bu formada verir. Carbalaçanın Şəkidən asılı düşməsi 18-ci əsrin 50-ci illərində. Bu da daha sonra nəyə gətirib çıxarır? Gürcülərin Şəkiyə qarşı ittifaq qurmasına gətirib çıxaracaq ki, bunun qisasını alsın onlardan. 1152-ci ildə 2-ci İraqli Gürcü çarı Kartli Kaxetiya 2-ci İraqli Azərbaycan xanlarının ittifaqını təşkil etməyə çalışır Şəkiyə qarşı. Burada hansı xanlar iştirak edir? Qarabağ, Gəncə, Qaradağ, İrəvan, Naxçıvan xanlıqları iştirak edir. Biraz sonra bunu xəritədə göstərəm. Bir dənə bu ifadəni deyim, sonra xəritədə göstərim. Onu daha yaxşı yadda saxlayacaqsınız bunu. 52-ci ildə Cənub xanlıqlarında isə Qaradağ xanlığı vardı. Bunlar razılaşmaya görə 52-ci ildə Gəncə yaxınlığında gözləyəcəkdilər. Deməli, 2-ci İraqlı gözləyəcəkdi. 2-ci İraqlı isə Qızılqaya adlı yerdə məskən salmış həmin xanları qəfildən onların üzərinə hücum elədi və onları əsir götürdü. Amma normalda bu ittifaq təşkil olmuşdu Şəkili Hacı Çələbiyə qarşı. Bu xəbər Hacı Çələbiyə çatdı. Hacı Çələbi yaxın adamlarla bərabər iclas keçirdi, qurultay keçirdi və orada belə bir qərar verir. Deyir ki, nə qərar verirsinizsə verin, Kür çayını keçmək həmin qərarın içərisində olsun. Yəni, buradan da bir də aydın olur ki, Hacı Çələbi Gürcülərlə müharibəyə, döyüşə girmək niyyətində idi. Və nəticədə Qızılqayada yerləşmiş Gürcü çarının üzərində, Gürcü qoşunları üzərində yürüş elədi. Gürcüləri məğlub etdi, Azərbaycan ərazisindən çıxartdı. Nəticədə Qazax, Şəmşəddil və Borçalı ərazilərin Gürcülərini geri aldı və oğlu Ağakişi bəyin ixtiyarına verdi. Onun idarəsində tapşırdı. Bilirsiniz ki, Qazax, Şəmşəddil, Borçalı daha əvvəl Nadir Şah tərəfindən Gürcülərə verilmiş ərazi idi. Bu üç ərazi. Qazax, Şəmşəddil, daha sonra isə Gürcülər həmin ərazi Qazax, Borçalını yenidən ələ keçirəcəklər Şəki xanının zəifliyindən istifadə edərək. Hacı Çələbinin sonuncu yürüşü 1155-ci ildə Şirvana oldu, amma
uğursuz olmuş. Niyə görə? Qubalı Hüseynəli xan Şamaxı xanına bu hadisədə kömək etmişdi. Şiraz qonaqlığında həm də Qızılqaya xəyanətində iştirak edən xanlıqlarımızın oxşar, yəni ortaq cəhəti hansılardır? Qarabağ xanlığı, Qaradağdır, Naxçıvandır. İndi buradan bir dənə əvvələ gedək. Mən sizə xəritəni göstərdim. Şagirdlərə edirəm. Qızılqaya xəyanətində dərsdə də bu formada dedim şagirdlərə. Bəlkə adlar yadınızdan çıxa bilər, amma xəritə ilə baxsaq daha yaxşı yadda qalır. Gördüyümüz Azərbaycan xəritəsidir. Azərbaycanın qərbinə doğru gəlirsiniz soldan. Naxçıvan xanlığı, İrəvan xanlığı, İrəvandan gəlirsiniz sağda Gəncə, Gəncədən aşağı düşürsünüz Qarabağ xanlığı, Qarabağdan da aşağı düşürsünüz Qaradağ xanlığı. Təkrarlayırıq. Naxçıvan, İrəvan, Gəncə, Qarabağ, aşağıda isə Qaradağ xanlığımız. Bunlar Qızılqaya xəyanətində iştirak edən xanlıqlarımızdır. Azərbaycanın soldan, bax, qərb tərəfdə Naxçıvan, İrəvan, Gəncə, Qarabağ, buradan da Qaradağ xanlığıdır. 5-i də yanaşı xanlıqlardır. Bunların 4-ü şimalda, bir dənəsi Qaradağ cənub xanlığıdır. Bunlar Qızılqayada iştirak edən xanlıqlardır. Adları yadınızdan çıxsa da belə, xəritəyə baxaraqdan yadda saxlamağa çalışaq. Deməli, şahidlər, Hacı Çələbinin, buradan da ortaya çıxır ki, Şəki xanlığı birləşmə hissəsi edən xanlıqdır. Hacı Çələbinin Azərbaycan birləşməsinə mane olan səbəblər nə idi? Xanlıqlar arasında daxil çəkişmələr və ara müharibələr mövcud idi. İqtisadi əlaqələrin zəif olması və xarici dövlətlərin müdaxiləsi öz sözünü burada deyildi. Hacı Çələbinin dövründə Osmanlı dövləti ilə diplomatik əlaqələr saxlamışdı. O, eyni zamanda Azərbaycan şimal-qərb torpaqlarının Gürcülər tərəfindən işğalının qarşısını almışdır. Quruculuq işləri aparmışdır və vergi sistemini nizama salmışdır Hacı Çələbi. Ağaççı bəyin hakimiyyət dövrünə baxırıq. Hacı Çələbidən sonra oğlu Ağaççı bəy gəldi hakimiyyətə. Amma çox qalmır, sui-qəsdlə öldürüldü. Ondan sonra Məhəmməd xan gəlir, onun qohumu idi. Amma onu da hakimiyyətdə saxlamırlar. 40 gündən sonra o da hakimiyyətdən salındı. Yerinə gəldi Hüseyin xan Hacı Çələbinin nəvəsi. Hansı Hüseyin xandır bu? Şəkidə Xan Sarayını inşa etdirmiş Hüseyin xandır. Onun hakimiyyət dövrü. Deməli, onun dövrü, xan olduğu dövr, Şəkidə hakimiyyət olduğu çəkişmələr dövrü olaraq yadda qalmışdı. Qubalı Fətəli xanla müttəfiq olmuşdular. Hətta 1167-ci ildə Fətəli xanla birləşmiş Şamaxını bölüşdürmüşdülər. Şəki və Quba arasında Şamaxı xanlığı ərazisi bölüşdürüldü. Daha sonra isə iki müttəfiq arasında münasibətlər gərginləşir və onlar Şamaxı uğrunda mübarizəyə başlayırlar. Bu ittifaq pozuldu. Nəticədə 68-ci ildə Quba xanlığı tamamilə bütün Şamaxı xanlığının ərazisini özünə aldı. Özünə birləşdirmiş. Yəni Şəkinin ərazisi, Şəkiyə düşən payı da Şamaxıdan Şəkiyə düşən pay vardı. Onu da Şamaxının əlindən aldı və özünə tabe etmiş oldu. Şəkili Hüseyin xanla Quba arasında 1169-cu ildə müqavilə bağlandı. Müqaviləyə görə Fətəli lazım olduqda Hüseyin xan Fətəli xana qoşun verməli idi. Şamaxının daxili işlərinə qarışmamağı öhdəsinə götürdü. 1169-cu ildə testdə bunun ilini bizdən soruşur. 79-cu Hüseyin xan sui-qəsddən öldürülür. Əbdülqadir xan çox da vacib deyil. Onun hakimiyyət dövrü və Məhəmməd Həsən xan dövrünə baxırıq. Məhəmməd Həsən xan dövründə Quba xanlığının asılılığından çıxdığını göstərirlər bizə. Çıxdılar və qanunnamə hazırlamışdı. Qanunnamə hazırlamışdı. Bu da rastımıza çıxanda deyəcək. 1185-ci ildə Qubanın tabeliyində qalmışdı. Asılını qəbul edəcək. Burada qanunnamə göstərir bizə. Qanunnamə qəbul etmişdi. Azərbaycan tarixində 3 hökmdarımızın adını çəkirik. Salarilər dövlətində Mərzbani Məhəmməd, Ağqoyunlu Uzun Həsən və burada da Şəki xanlığında Məhəmməd Şah xanın qanunnamə qəbul etdiyini burada nə etmişdik? Göstərdik. Səlim xanın hakimiyyət dövrü.
Səlim xan hakimiyyət dövründə xanlıqda vəziyyət normaya düşdü. Xanlıqla gedən mübarizə zəifləmiş oldu, yəni hakimiyyəti gücləndirdi. Ağa Məhəmməd xan daha sonra Şah Qacarın yürüşünə məruz qalmışdır hər ikisi. 1805-də isə Kürəkçay müqaviləsi ilə Rusiyaya birləşdirildi, Rusiyaya tabe oldu. Biz bunu Rus-Qacar müharibəsi dövründə deyəcəksə və 1819-cu ildə Ruslar tərəfindən xanlıq idarə üsulu ləğv edilmişdi şahidlər. Baxaq, orada qanunnamə hazır hökmdarlar sırasında burada verdi. Üçünü də verib bizə. Tamam, Quba xanlığı biraz genişdir, Quba xanlığı dəymirik.